Blok imtahanlar üçün növbəti suala baxırıq. Bu dəfə ibtidai funksiya bölməsinə aid bir sual. Deməli, integral 0-dan 1-ə mötərizədə x-5 üstəgəl 1 kvadrat dx bərabərdir. Deməli, bu integralı hesablamaq üçün ilk olaraq ifadənin, yəni müxtəsər olma üstünə görə sadələşdirsək, bərabərdir. Tutaq ki, 0-dan 1-ə x-10 üstəgəl 2x-5 tutaq ki, üstəgəl 1 olacaq dx. Daha sonra açılan ifadənin hansı ifadənin törəməsi olduğuna baxmalıyıq. Burada nə olmalıdır? Deməli, bu bərabərdir. x-11 bölək 11. Buradakı 11-in ixtisar getməsi üçün məxrəcdə 11 yazmalıyıq. Digər tərəfdən üstəgəl. Deyək ki, buradan 6 düşəcək aşağı. x-6, yəni x-5 nəyin törəməsidir? x-6-nın. Onda x-6 qalacaq burada. Amma buradan ixtisar getməsi üçün bizə lazımdır 2 qalsın. 2 qalsın, amma 6 da ixtisar getməlidir. Onda 3-ə bölməliyəm. Yəni x-6 bölək 3 olacaq. Üstəgəl burada isə sadəcə x və 0-dan 1-ə bərabərdir. İlk olaraq 1-i yerinə yazırıq, hesablayırıq. Burada olacaq nə? 11-də 1 üstəgəl. Hard x görürük, yəni yerinə 1 yazırıq. Üstəgəl 3-də 1, üstəgəl 1. 0-da yerinə yazsam 0 olacaq. Yəni bundan bunu çıxan onsuz da, yəni bu ifadə nədirsə, cəm nədirsə, cavabı olunacaq. Ona görə burada artıq uzatmağa ehtiyac yoxdur. Ortaq məxrəcə edirəm 33. Deyək ki, bura gələcək 3. İkinciyə gələcək 11. 11. Burada gələcək 33. 3, 11, bir də 33. Bərabərdir. 33-də 47. 33-də 47, 12-ci sualda B variantı.